İyyəkə nəstəin. Bu hissədə çox tez-tez səhv etmə ehtimalları olur. Əvvəla kəf hərfi səhvən növbəti kəlməyə bitişdirilir. Səhv oxunuş. İyyəkə nəstəin. Kənəstəin. Burada çox diqqətli olaq. Mənanın dəyişməsinə də səbəb ola bilər. Böyük səhvlərdəndir. Daha tez-tez təkrarlanan səhvlərdən tə hərfi səhvən dəl hərfi kimi oxunulur. Ayn hərfi səhvən həmzə kimi, yəni sadəcə hərəkə, kəsri hərəkə oxunulur burada. Ayn hərfinin xüsusiyyətinə işarə olunmur. Və bəzi vaxtlarda hətta bu məddimiz belə səhvən təxirə düşür. Səhv oxunuş. İyyə kənəstəin və yaxud kənəstəin. Amma iyyəkə nəstəin.